bura Sıx şosesidir, üzü şəhərdən Naxçıvanskiyə. Burada sürəti sərəstat qoyublar. Qarşıdan bir 50 metr qabaqda, 100 metr qabaqda da anidən yenə salırlar 60-a. Və görürsünüz burada sürət 80-dir. Qarşıda da polis əməkdaşları Sokaq zapravkanın həyətində durub radar tuturlar. Mənim özümdə 80 yazılan zolaqla hərəkət eləmişəm, 74 ilə radara salıblar. Yəni 80 ilə olan zolaqda bu nə qədər düzgündür, 74 ilə radara salınır. Və Sokaq zapravkası burada, maşınlar çıxan yerdə, orada polis əməkdaşları tutur, bu da 60 sürət. 60 znakına çatmamış 74 ilə radara salıblar. Yəni bu sürücüləri çaşdırıb təliyə salmaqdan başqa bir şey deyil. Xahiş edirəm aidiyyatı qurumlardan o işarəni ləğv eləsinlər orada. 80-100 metr yerdə sürəti anidən 80-ə qaldırıb sonra 60-a yendirmək, yəni sürücüləri təliyə salıb cərimələməkdən başqa bir şey deyil. Bu ancaq ona qulluq eləyir, sürücüləri çaşdırmaqdır. Başqa bir şey deyil.